Salam əzizlərim, ümid edirəm ki, hər biriniz çox yaxşısınız. Bugün sizlərlə ballı tort resepti paylaşacağam. Keçək reseptə. İlk növbədə su hamamında 100 qram kərə yağını əridirik. Üzərinə 1 stəkan şəkər tozu və 3 xörək qaşığı bal əlavə edib yaxşı-yaxşı qarışdırırıq. Biraz qarışdırdıqdan sonra üzərinə 1 paket vanil əlavə edirik. Onu da yaxşı-yaxşı qarışdırırıq. Daha sonra 1 çay qaşığı qabartma tozu, 1 çay qaşığı soda və 2 xörək qaşığı sirkə əlavə edib həll olana qədər yaxşı-yaxşı qarışdırırıq. Daha sonra kənarda 3 ədəd yumurtanı qarışdırıb bu kütlənin üzərinə əlavə edirik. Yaxşı-yaxşı qarışdırırıq. Reseptdə 4 stəkan undur. Biz 3 stəkan yarım unu xəmirimizə əlavə edib yaxşı-yaxşı qarışdırırıq. Belə yumşaq bir xəmir alınmalıdır. Üzərinə salafan keçiririk ki, üzəri qurumasın və otaq temperaturunda soyumağa qoyuruq. O soyuyana qədər biz də zavarnan krem hazırlayırıq. Qazana yarım stəkan şəkər tozu, 2 çay qaşığı un, 2 çay qaşığı qarğıdalı nişastası və yarım litr süd əlavə edib əlimizi buraxmadan yaxşı-yaxşı qarışdırırıq ki, düyünlənməsin içərisi. Yaxşı-yaxşı bişdikdən sonra onu da altını söndürüb üzərinə salafan keçiririk ki, üzəri qabıq bağlamasın. Zavarnan kremimizi otaq temperaturunda soyumağa qoyuruq. O soyana qədər biz də xəmirimiz soyub artıq. Xəmirimizi taxtaya qoyuram. Üzərinə yarım stəkan un əlavə edirəm, biraz yoğururam. Daha sonra 8 kündəyə ayırdım. Mən təxmini göz qərarı ilə ayırdım. Əgər siz tərəzi ilə də istəsəz ayıra bilərsiniz. Daha sonra boşqaba un səpib kündələri yığıram. Üzərinə salafan keçirirəm və başlayıram bir-bir kündələrimi yaymağa. Mən təxmini bir ölçü götürmüşdüm. O ölçüyə uyğun yaydım. O ölçüdən biraz artıq yaydım ki, kənarlarını da sonra ovuntu olaraq üzərinə istifadə edəcəm. Kündələrimizi ölçüdən biraz artıq yayırıq. Yağlı kağızımıza qoyuruq. Daha sonra listə keçirirəm və göndərirəm sobaya bişməyə. Bişdikdən sonra forma ilə kəsirəm və yığıram üst-üstə qoyuram. Daha sonra 300 qram kərə yağının üzərinə bir banka qatlaşdırılmış bişmiş süd əlavə edirəm, qarışdırıram. Kərə yağımız otaq temperaturunda olmalıdır və daha sonra üzərinə qaşıq-qaşıq bişirdiyimiz zavarnan kremini əlavə edirik, yaxşı-yaxşı qarışdırırıq. Super, belə havalı, dondurma dadında bir krem alınır. Başlayırıq bir-bir korjlarımızı kremləyib yığmağa. Aralarına mən qoz ləpəsi də səpdim. Bu istəyə görə də istəyən səp edə bilər, qoz ləpəsi istəməyən əlavə etməz. Bu da artıq tortumuz hazırdır. Kənarlarını blenderdan keçirdim və üzərinə ovuntu olaraq üzərinə kənarlarına səpdim. Bir gün öncədən bişirdim. Bayram günü artıq çox yumşaq, dadlı bir tort alınmışdı. Mən neçə il idi ki, başqa bir reseptlə hazırlayırdım, amma bu cür nə dadlı, yumşaq, əsas da yumşaq tort alınırdı. Çox bəyəndim. Sınayan hər kəsə nuş olsun. Allah hər kəsin süfrəsini bol, ruzli, bərəkətli etsin.